Hamıya salam dostlar, mən Bədəl. Bugün sizlərlə Mobizen nətər indirilir onu göstərəcəm. Birində giririk Play Marketə. Mən Mobizenlə çəkirəm deyə Play Marketə giririk. Bandicamla çəkmirəm. Çünki Bandicam kompüter içində kompüterlə çəkə bilərsən. Bura yazırsınız ki, Mobizen. İndi deyəcəm hansını yükləyin mən sizə. Baxın, Mobizen yazarsınız. Mobizen yazdıqdan sonra qarşınıza belə bir şey çıxacaq. Samsunglu Mobizen. Bir də olacaq Samsungsuz Mobizen. Baxın, burada Samsung yazılıb altında. Bu da Mobizen Screen Record. Buruncu bu belə olana basasınız. Baxın, ulduzlu belə şeylər var. LTD yazana elərsiniz də. Buna basasınız. Yüklənəcək. Buradan indirəsiniz. Əgər sizin telefonunuz Samsungdursa, Samsungu girib Samsungla yükləyəsiniz. Yüklədikdən sonra sizin qarşınıza belə bir şey çıxacaq. Baxın, belə bir şey çıxacaq, göstərəcəm. Bura Mobizen üstünə basasınız. İndirdikdən sonra Mobizen üstünə basasınız. Dəqiqə, Mobizen üstünə bastıq. Yandıraq. Mobizen üstündən bastıq. Mobizen üstündən basırsınız. Bir də ayarlar. Ayarlardan girirsiniz. İstəsəniz kamera qoyub özünüzü də göstərə bilərsiniz də, üzünüzü də. Baxın, açacaq. Mən sizə göstərəcəm. Nətər eylirlər. Üçüncü olana girəcəyik. Ayarlar yazılır da. Təkrar opsiyon, biləmədə. Oraya girəcəyik. Baxın, burada hər şey var. Buradan bu Mumin yazılan yerin altından Iron Crack'ın yanından Face yazılıbdır. Face təmmə deyil də, kamera fəcə. Özünü göstərə bilirsən. Buradan 3-2-1-dən sonra yəni açılacaq da. Mən buna indi eləyə bilərəm. Bir də video çəksin, eləyə biləcəm. Aha. Belə video nasıldır ki, video çəkəndə belə üstünə gedirsən. Burada fayllar ki, nə qədər megabayt olduğunu göstərir. O da saatlarla çəkmək üçündür. Nəysə dostlar, bugünlük bu qədər. Sağ olun, salamat qalın. Gələn bölümümüzdə görüşmək ümidi. Sağ olun, ancaq sağ butonundan kanalına abunə olmayı, bir də like atmayı unutmayın.